İnsanın doğum tarixinə baxıram və mən bilirəm ki, bu adam satışda uğurlu olacaq, yoxsa yox. Bu adam rəhbərliyi bacaracaq, yoxsa yox. Və yaxud da rəhbərliyi necə eləyəcək. İnsanın doğum tarixində əslində hər şey var. İnsanlar nə etməlidir bax bu o potensialını tapmaq üçün? Doğru sahəyə getmək üçün dediyim kimi, yəni biz proforientasiya cədvəlimiz var. Şuur say missiyaya görə adam kimdir, institutu haradır, hansı sahələrdə reallaşar. Açırsan onu göstərsən, valideyn baxır ki, əvvəl bildik bu sahə. 5 və 7-lər mənəviyyatda və kommunikasiyada yaşayır. Mən nə qədər 7 tanıyam, hamısı mənəviyyatdan danışır. Bütün qadınlar bir balaca 2-dir, bir balaca 7-dir. Eyni rəqəmlər ki, uşağım zərkalin olacaq. Bəli, 5 dənə 2 olacaq doğum tarixində. Hamını super duper başa düşəcək. Amma tez depressiyaya düşəcək, nə qərar verə biləcək, nə analiz edə biləcək, nə hədəfi olacaq, nə ünsiyyətçil olacaq, nə həyat eşqi olacaq, nə disiplin olacaq, nə işləmə eşqi olacaq, nə sağlamlığında tam atletiklik ola biləcək.